Değerli izləyicilərimiz, az əvvəl də qeyd etdiyim kimi hazırda yenidən canlı bağlantımız olacaq və Polşanın paytaxtı Varşavaya bağlanacağıq. Hazırda bizimlə canlı bağlantıda olan Əhməd Şahidovdur və ötən gün o İnsan Haqları İnstitutunun rəhbəridir və ötən gün bununla bağlı çıxış eləyib. Hazırda salam Əhməd bəy, yenidən sizi salamlayırıq. Buyurun, fikirlərinizi Salam, öyrənək. vaxtınız xeyir olsun. Mən də bütün Bakı TV izləyicilərini Polşanın paytaxtı Varşava şəhərindən salamlayıram artıq. Bugün üçüncü gündür ki, burada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkilatçılığı ilə ATƏT-in illik insan haqları toplantısı öz işini davam etdirir və 57 üzv ölkənin nümayəndələri, diplomatlar, nazirlər, hüquq müdafiəçiləri, media mənsubları burada iştirak edirlər. Azərbaycan nümayəndə heyəti də bu toplantıda fəal iştirak edir və elə ilk iclaslarda gündəlikdə ATƏT coğrafiyasında münaqişələr, Ukraynada müharibə, Cənubi Qafqazda sülh gündəliyi, Yaxın Şərqdə Fələstində humanitar böhran məsələləri müzakirə olunurdu və biz də yaxından iştirak edirdik. Təəssüflər olsun ki, Ermənistandan qatılan, xüsusən də Ermənistan müxalifətinin revanşist qanadını təmsil edən vətəndaş cəmiyyətinin nümayəndələri elə ilk çıxışlarında Azərbaycana qarşı revanşist fikirlər səsləndirməyə başladılar və Azərbaycan əleyhinə qərəzli fikirlər səsləndirdilər. Güya Qarabağ bölgəsində Azərbaycanın etnik təmizləmə apardığını və Bakıda hazırda məhkəməsi davam edən erməni əsilli şəxsləri burada qəribə də olsa siyasi məhbus, vicdan məhbus kimi təqdim edirlər. Təbii ki, bu çıxışlara biz öz etirazımızı bildirdik və əks argumentlərlə çıxış edərək burada revanşist və intiqamçı, təxribatçı fikirlərin yersiz olduğunu, Azərbaycanla Ermənistan arasında sülh prosesinin gündəlikdə olduğunu, xüsusən də 8 avqust tarixində Vaşinqtonda Ağ Evdə sülh sazişinin paraflanmasından sonra Cənubi Qafqazda sülh mümkünün atmosferini formalaşdırdığını və bu kimi platformalarda daha çox iki ölkənin, iki xalqın sülhə daha da yaxınlaşması və yekun sülh sənədinin imzalanmasının daha da tezləşdirilməsi məsələsini gündəmə gətirdik və Avropalı diplomatlardan da bu sülh prosesinə dəstək verilməsini və bu cür təxribatçı və revanşist çıxışlara yol verilməməsini tələb elədik. Hələ ki, toplantılar davam edir. Bu gün də media azadlığı, jurnalistlərin təhlükəsizliyi məsələsi müzakirə olundu. Ayın 17-sinə qədər müzakirələr davam edəcək. Sona qədər burada bütün sessiyalarda çıxış iştirak edəcək, yaxından çıxışlar edəcək və xüsusən də Cənubi Qafqazda sülh prosesi yeni sülh gündəliyi, infrastrukturun açılması, telekommunikasiyaların açılması və Avropanın təhlükəsizliyinin bir parçası olan Cənubi Qafqazın da sülh gündəliyini diqqətə çatdıracaq. Amma az öncə dediyim kimi Ermənistandan gələn revanşist nümayəndələr burada öz qərəzli təxribatlı çıxışlarını davam etdirirlər. Hətta bizdə olan məlumata görə sabah səhər saatlarında bir yan tədbir keçirəcəklər ki, orada da Azərbaycana qarşı qərəzli təxribatçı çıxışları etməyə planlaşdırırlar. Təşəkkür edirik sizə Əhməd bəy və dəyərli izləyicilərimizə isə bir daha xatırladım ki, hazırda bizimlə canlı bağlantıda hüquq müdafiəçisi Əhməd Şahidov idi və o bizə Varşavada keçirilən ATƏT-in İlli İnsan Hüquqları konfransı ilə bağlı ən son məlumatlarını və fikirlərini çatdırdı.